19 iyun 2025-ci il Binəqədidə narkokuryerlik etdiyi üçün saxlanılan tiktokerdən 6 kiloqram narkotik vasitə aşkarlanıb. Statinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 28 yaşlı Səbuhi Balakiyev saxlanılıb. Ondan 2 kiloqram 885 qram heroin, 1 kiloqram 230 qram tiryək və 2 kiloqram 765 qram marixuana aşkarlanıb. Balakiyev narkotikləri TikTok sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başladılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Qeyd edib ki, Binəqədi rayonunda keçirilən sonuncu tədbirlər zamanı narkotiklərlə əlaqəli ümumilikdə 27 fakt aşkar edilib. Həmçinin Binəqədi rayonunda polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktik tədbirlər zamanı 25 ədəd odlu silah vətəndaşlar tərəfindən polisə təhvil verilib.